Değerli kanal izləyiciləri, hər vaxtınız xeyirli olsun. Mən tarix müəllimi sizlərə mix sertifikasiya və abituriyentlər üçün rastlaşa biləcəyiniz situasiyalardan danışacağım. İzaha keçməzdən əvvəl kanala abunə olmağı unutmayın ki, izahlar yerləşdirilən zaman görəsiniz. Dərslərə qoşulmaq üçün 070 235 13 25 nömrəsinə yazaraq geniş məlumat əldə edə bilərsiniz. Bugünkü izahımız 23 noyabr 2025-ci ildə Güvən Nəşriyyatın keçirdiyi sınaq imtahanıdır. Mən sizlərə tarix fənnindən olan sualların düzgün cavablarını açıqlayacağım. Salam, hər vaxtınız xeyirli olsun dəyərli kanal izləyicilərim. Mən tarix müəllimi sizlərə mix sertifikasiya imtahanında rastlaşa biləcəyiniz situasiyalardan danışacağım. Bugünkü mövzumuz isə 22 noyabr 2025-ci ildə keçirilən Güvənin keçirdiyi sınaq imtahanındandır. İndi mən sizə tarixin düzgün cavablarını açıqlayacağım. Başlayaq, keçək izahlarımıza. Deməli, birinci sualımızda nə verilir? Birinci sualımızda deyilir ki, 19-cu əsrin 30-cu illərdə Quba üsyanı və bir də 20-ci əsrin əvvəlində məşrutə hərəkatı üçün ümumi cəhət. Konstitusiyanın qəbul edilməsi uğrunda mübarizə aparılması bu məşrutaya aid idi. Ona görə A variantını götürə bilmədik. Çarizm müstəmləkə siyasətinə qarşı çevrilməsi bu Quba üsyanına aid idi. Onu da götürə bilmərik. Çünki bizdən oxşarlıq istəyir. Eyni oxşar olmalıdır. Hərbi şuranın təşkil olunması, bəli, həm 30-cu illərdə Qubada, həm də məşrutə hərəkatı zamanı artıq Səttar xanın və Bağır xanın dövründə hərbi şura təşkil olunacaq. İri feodalların taxıl mühətəkirliyinə qarşı çevrilməsi bu 19-cu əsrin sonlarında artıq Cənubi Azərbaycanda baş verən üsyan idi. Əhalinin komendant idarəsi ilə narazılığı bu da yenə təkcə Azərbaycanda, Şimali Azərbaycanda baş verən üsyan olduğu üçün bizdə burada ancaq bir variant qalır, C variantı. Keçək növbəti sualın izahına. Növbəti sualın izahında Eyler-Venn diaqramına əsasən paytaxtlar rəqəmlərlə verilmiş dövlətlərin 13-cü əsr tarixinə aid uyğunluğu müəyyən edin. Deməli, bizdə verilibdir 2 və 1. 2 bizdə burada 13-cü əsrdirsə, deməli Şirvanşahlar. Bu isə bizdə Təbriz olacaqdır. Çünki Urmiya gölünün şimalında yerləşir. Bu da Təbrizdir. Baxaq indi 13-cü əsrə aid olanlar nə istəyirlər. Teymuri dövlətinin müttəfiqinə çevrilməsi 13-cü əsrdə Teymurlər dövləti olmadığı üçün biz A variantını götürmürük və baxırıq variantların içərisinə. Variantların içərisində A olan bütün variantlar səhvdir. Ona görə bunları çıxırıq. Aha, deməli A olan D getdi. Baxaq, bir də bizdə burada A olan A variantı var. O da çıxdı. Əlimizdə qalır C ilə Y. İndi digərlərini oxuyaq. Kəsanilər sülaləsinin hökmranlıq etməsi bu Şamaxı dövrü olduğu üçün 13-cü əsrdə, üzr istəyirəm, Bakı dövrü olduğu üçün Kəsranilər də 1382-yə qədər hakimiyyətdə olduğuna görə, bəli, onların dövrünü götürmək olar. Ona görə biz deməli 2-yə götürürük. Burada sadəcə rəqəmləmədə səhv veriliblər. Burada yəqin ki 2 olmalı idi. 2-yə götürəcəyik biz B variantını. Sonra Monqolların birinci yürüşünə məruz qalması deyiriksə 13-cü əsrdə hər ikisi məruz qalıbdır. Hər iki dövlət Y-ni də götürəcəyik. Burada C-ni də götürəcəyik. Aha. Və bir də Xarəzmşah Cəlaləddin tərəfindən süquta uğradılması bu Eldənizlər dövlətinə aiddir. Ona görə 1-ə götürəcəyik bunu. İraq Səlcuq Sultanı 3-cü Toğrulu məğlub edilməsi bu da yenə bizdə olacaqdır. Deməli İraq Səlcuq Sultanı 3-cü Toğrulun məğlub edilməsi bu 12-ci əsrdədir. Ona görə bunu götürə bilməyəcək. Bizdə deməli cavab qalacaq 1-ə D, 2-yə B, 3-ə C, Y variantı. Aha, davam eləyək. Deməli, keçək növbəti sualımıza. Bizans dövründən fərqli olaraq Xəzər xaqanlığına aid olanları seçəcəyik. Bizansdan fərqlisi. Albaniya dövləti ilə müttəfiqlik münasibəti saxlamışdır. Bu Bizansla oxşardır. Çünki Cavanşirin bilirsiniz ki, müttəfiqliyi var idi. Peçeneklərin hücumuna məruz qalmışdır deyiriksə, artıq bizdə, yəni burada baxacağıq
Bəli, peçeniklərin yürüşünə hər ikisi həm Bizans qalıbdır, həm Xəzər xaqanlığı. Çünki peçeniklərin yürüşü yadınıza düşürsə əgər 1095-ci ildə Bizansa hücum etmişdi deyən Bizans imperatoru Roma papasından kömək istəyir və bu da səlib yürüşlərinin başlanmasına səbəb olacaq. Ona görə iki variantı da bizdə olmayacaq. Elə olanda bizdə bir variant və iki olanları silirik. Gördüyünüz kimi əlimizdə qaldı 3, 4 və 4, 5. Deməli 4 düzgündür, heç onu oxumasaq da olar. Baxaq 3-ə. Slaviyalıların bəzi yerlərdə məskunlaşmasına imkan vermişdi. Bu həm Bizansın, həm Xəzər xaqanlığının oxşarlığıdır. Ona görə 3 olan variantlarımız da çıxanda qalır sadəcə bir dənə bir variant. Bu da 4, 5. Keçək yenə növbəti suala. Deməli, burada nə deyir? Daha sonra baş vermişdi. Əlincə qalasının Teymurlara təslim olması bu olacaqdır 1400. 1400, bunu yadda saxlayaq. Sonra Cahanşahın Heratda sülh sazişi imzalansı bu 1459-dur. Azərbaycanın Cəlali dövlətinin tərkibinə daxil olması bu 1359-dur. Əsəd döyüşünün baş verməsi 1410-dur. Monqolların Azərbaycana ikinci yürüşündə başa çatması bu da olacaqdır bizdə 1239-da. Daha sonra olursa onda sadəcə bir variant. Cahanşahın Heratda saziş imzalaması çünki bu 1459-dur. Aha, Şimali Azərbaycanda Milli Demokratik Hərəkatının inkişafında milli burjuaziyasının həyata keçirdiyi tədbirlər. Deməli, bilirik ki, Azərbaycanda Milli Demokratik Hərəkatının inkişafı deyəcəksə, artıq bu zaman mütləq və mütləq bir ideya yadımıza gələcək. 1875-də başlayan ilk çıxışlar, hansı ki 1905-ci ilə qədər gedəcək. Bunları da yadda saxlayırıq. Və Viborq bəyannaməsinin imzalaması bu Rusiya daxilində baş vermişdir. Bizim demokratik hərəkata heç bir aidiyyəti yox idi. Müsəlmanların ehtiyaclarını özündə əks edən ərz hallarının hazırlanması bu bütün Qafqaz müsəlmanlarına aid idi, yəni Azərbaycana aid deyil. 4-cü Dövlət Dumasının çağırılması bu da yenə Azərbaycana aid deyil, Rusiyada baş verən hadisədir. Tiflisdə ağaların şəxsi hüquqları ilə bağlı komitənin təşkil edilməsi bu milli demokratik hərəkat deyildi. Rusiya çarizmin Azərbaycandakı burjuaziyanın könlünü almaq üçün elədiyi bir belə deyək, şəxsi hüquqların geri qaytarılması üçün edilən bir tədbir idi. Ona görə bu da bizim sualımızın cavabı deyil və nəşr-i maarif və nicat cəmiyyətinin yaradılması bəli. İlk hərəkat kimi bu cəmiyyətlər yaradılacaq, daha sonra digər təşkilatlar və qəzetlərimiz. Keçək yenə digər suallara. Səlcuq və Osmanlı dövlətləri bizdən oxşar və fərqli cəhətlərini istəyir. Deməli, burada baxacaq, Şimali Afrikada bir sıra ərazilərin ələ keçirilməsi deyirsə, bilirik ki, Səlcuqların Afrikada heç bir işi olmayıb, buna görə A variantı olmayacaq. 1-ə A olan bütün variantları çıxardırıq avtomatik. Aha. Deməli, bizə 1-ə B, C. Bunu heç oxumağa ehtiyac yoxdur. Bildik ki, 1-ə B, C olacaqdır. İndi keçirik digər fərqlilə. Abbasilər xilafətinin aslı hala salınması. Aslı hala salınması deyirlərsə, biz bunu götürəcəyik, deməli, Səlcuqlara. Bəli, onlarda var idi. Bu, deməli, baş vermişdir 1055-ci ildə. Teymurilərlə müharibədə məğlubiyyətə uğraması bu Osmanlıdadır, Səlcuqda yoxdur. Ona görə bu da fərqlidir. Bayaq ki, Abbasilər xilafətinin aslı hala salınması da təkcə Səlcuqlara aid idi deyən götürmürdük. Yəni fərqli idi, Osmanlıda yoxdur. Anadolu torpaqlarına sahib olması bu hər ikisinin oxşarı olduğu üçün və bizdən də sırf fərqli istədiklərinə görə bu variant bizə uyğun deyil. Deməli, bizim cavabımız olacaqdır 1-ə B, C, 2-yə A, B. Yəni Y variantı. Keçək yenə növbəti suala. Aha. Deyir ki, göstərilənlər məqsədidir. Hindistanla Qaradəniz sahillərini birləşən ticarət yollarını ələ keçirmək, Xəzər sahillərinə çıxış əldə etmək. Bu, bizim 6-cı sinifdə verilən, sırf Pompeyin yürüyüşü zamanı verilən əsas fikirlərdən biridir. Çünki Pompey həqiqətən də Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirəcək deyə bir fikirlə gəlir və bu arzusunu da həyata keçirir. Heç buradan baxası olsaq, Alan tayfaların Azərbaycana basqınlarının bu verilənlərə heç bir aidiyyəti yoxdur. Baryaks başçılıq etdiyi xalq hərəkatının yenə də bilirsiniz ki, Baryaks sadəcə azadlıq istəyirdi. Bu da aid deyil. Maqneziya döyüşünün Atropatena hökmdarının bu sual yarımçıqdır. Oroysun yürütdüyü xarici siyasət bu da yenə
ona ait deyil və burada bir dənə cavab olacaq Pompeyin Albaniyaya hücumu. Keçək növbətiyə. Xəritədə xüsusilə işarələnmiş dövlətin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı xüsusiyyətini müəyyən edin. Deməli, bizdə işarələnən dövlət budur, bu da İngiltərədir. 1918-ci il Qacarlar dövlətinin AXC ilə dostluq müqaviləsinin imzalanmasına nail oldu. Burada deməli, bunu götürə bilmərik, çünki bu 1920-ci ildə olan sülh idi və düzdür, burada İngiltərənin rolu olmuşdur, amma 1920 olduğuna görə və bizdən də 1918 istədiyinə görə götürə bilmirik. Bakının Azərbaycan Osmanlı qoşunları hücumundan qorunmaq üçün qoşun göndərməsi, bəli, bu ilk göndərilən Denis Derville'in qoşunu idi, bunu götürürük. General Thompsonun rəhbərliyi altında AXC hakimiyyəti ilə əməkdaşlığa başlanması, bəli, bu da 1918-ci ilin noyabrındaydı. Ona görə BC variantları uyğundur. Baxaq BC variantları olanlar. Elə digərini heç oxumağa ehtiyacımız yoxdur. Elə burada çünki Naxçıvanda general qubernatorun yaradılması 1919-cu ildə, amma İngiltərəyə heç bir aidiyyəti yoxdur. Ona görə A variantı olan bütün cavablarımız bizdə çıxırsa, baxın. Denikin təhlükəsinə qarşı AXC ilə hərbi müdafiə paktının imzalanması deyərsə, belə bir 19-cu ildə olmamışdır. Belə bir paktda yoxdur. Xəzər dənizində Azərbaycanın hərbi donanmasının yaradılmasına kömək göstərməsi, bəli, biz bilirik ki, İngilis ordusu buradan gedərkən öz hərbi donanmasına aid olan silah sürhatlarının yarı faizini AXC-yə təhvil verəcək, bir dost kimi tərk eləyəcəklər. Burada olacaq cavabımız A variantı. Roma sərkərdəsi Antoni və Roma imperatoru Mark Trayan. Deməli, bunların ikisinin oxşarlığını istəyəcək bizdən. Albaniya arasında hərbi yürüş təşkil etmişdilər. Antoninin və Roma Mark Trayan bura yürüşünü biz görməmişik. Parfiya dövləti ilə müharibə aparmışdır. Bəli, hər ikisinin Parfiya ilə münaqişəsi var. Bunu yadda saxlayırıq. Xristianlara açıq ibadət etməyə icazə vermişdi. Bu imperatorların heç birinə aid deyil. Nə sərkərdəyə, nə imperatora. Roma imperiyasının sərhədlərini genişləndirmişdilər. Bu Mark Trayana aiddir. Yəni Antoniya aid deyil. Hunların hücumuna qarşı mübarizə aparmışdı. Onlar heç bir Hunlarla mübarizə aparmayıbdır. Ona görə bizdə variant olacaq burada B. Azərbaycanda xilafət dövrünə aid deyil. Bizə lazım olan bu olacaqdır. Deməli, burada nəyə diqqət eləyəcəyik? Ərəblər Sasani dövlətinin vergi sistemini tamamilə dəyişdi. Tamamilə yox, bəzi hallar, yəni bəzi nüanslar var idi ki, onları dəyişdi, amma oxşarlıq olaraq qalan hissələr var idi. Ona görə biri bu, aid deyil xilafətə. Vergi yığılmasını nəzərdə edilən amil adlanırdı, bəli, yəni bu aiddir. İlk vaxtlardan etibarən bütün önəmli vəzifələrə ərəblər təyin oldu. Xeyr, tam əksi, ilk vaxtlar yerli cəmaət, daha sonra nəsillər dəyişdikcə öz ərəb əmirlərini vəzifələrə qoyacaqlar. Ona görə 3-də aiddir. İşğal edilən ərazilər əmirliklərə bölünürdü. Bəli, bu da aiddir. Yəni bizə aid olmayan istədiyi üçün bunu götürmürük. Ona görə 40-da olacaqdır. Deməli 1-3 D variantı. Şəddadilər dövlətinin Qaraxanlı dövləti ilə oxşar Rəvvadilər dövlətindən fərqli cəhətlərini müəyyən edin. Qaraxanlı dövləti burada sadəcə bir daş kimi göndərilibdir ki, fikri çaşdırsın. Bizə lazımdır Şəddadilər dövlətinin Rəvvadilər dövlətindən fərqli olanı. Buna diqqət eləyəcəyik. Sammanilərə qarşı mübarizə aparılması Şəddadilər və Rəvvadilər Sammanilərlə mübarizə aparmayıbdır. Sadəcə biz bunu sacilərdə görürük. Sonra Səlcuqlar tərəfindən, ona görə A variantı çıxır. Səlcuqlar tərəfindən süquta uğradılması, Şəddadilər dövlətdə, Rəvvadilər dövləti də, bəli, hər ikisi Səlcuqlar tərəfindən süquta uğradılıb. Bu da oxşardır. Əməvilər sülaləsinin asılılığından çıxaraq müstəqil siyasət yürütməsi deyərsə, belə bir şey yoxdur. Yəni biz bunu Şəddadilərdə və ya da Rəvvadilərdə görmürük. Çünki onların yarandığı dövr Abbasilərin dövrünə düşəcək. 1-ci Məlik Şahın qoşunlarına məğlub olması deyərsə, Şəddadi, bəli, məğlub olub. Amma Rəvvadini görməmişik. Bu da Şəddadinin Rəvvadilərdən fərqli cəhəti idi ki, bizdən istəyirdilər. 10-cu yüzilliyin ikinci yarısında meydana gəlməsi 900 deməli 81-ci ildə biz götürəcəyik Rəvvadiləri, Şəddadiləri də 971-ci ildə. Bu ikisində oxşarlıqdır. Bizdən isə fərqliliyi istəyirdilər.
Şəmsəddin Eltutmuş Şimali Hindistanda bəzi əraziləri tutaraq mövqeyini möhkəmləndirdi və Monqol təhlükəsinin qarşısını aldı. Eltutmuş Monqol hücumlarından canlarını qurtarmaq istəyən xeyli sayda türk tayfalarını qəbul etmiş və Şimali Hindistanda türk mədəni həyatının davamlılığını təmin etmişdir. Müsəlmanların dini başçısı olan Abbasi xəlifəsi tərəfindən Hindistanın sultanı kimi tanınması onun müstəqil sultan kimi qanuniliyini gücləndirirdi. Mətnə əsasən fəaliyyətinə bəhs olunan Dehli Sultanının Mahmud Qəznəli ilə ümumi cəhətlərini, yəni Eltutmuşla Mahmud Qəznəlinin eyniliyini istəyir bizdən. Abbasi xəlifəsi tərəfindən sultan tituluna layiq görülməsi, bəli, bunların hər ikisində oxşarlığıdır. Monqol hücumlarına qarşı mübarizə aparılması, bilirik ki, Mahmud Qəznəvi Monqolları görməmişdir. Ona görə bu variantı götürə bilmirik. Avtomatik 2 olan bütün variantlar çıxır. Hindistanın şimalında bəzi ərazilərin ələ keçirilməsi, bəli, bunu götürə bilirik. Çünki hər ikisinə aiddir. Öz ölkəsində türk mənşəli tayfaların yerləşməsinə icazə verməsi, bəli, bunu da götürə bilərik. Çünki Eltutmuş Xarəzm şahlara, Mahmud Qəznəli isə Səlcuqlara icazə vermişdir. Hindistanda əsasa qoyulmuş dövlətə başçılıq etməli bu təkcə Eltutmuşa aid olduğu üçün bu da uyğun deyil. Cavabımız olacaqdır C variantı. 15-ci əsr Azərbaycan memarlıq abidələrinin sırasını tamamlayır. Deməli, mədəniyyət sualımızdır bu sual. Həşbehisht Şirvanşahlar Saray kompleksi yerində verilmişdir. Naxçıvanda Gülüstan türbəsi, xeyr, bu 13-14-cü əsrdir. Mərdəkəndə Dairəvi qala, bu da 13-14-cü əsrdir. Həsən Padşah məscidi, bu 15-ci əsrdir. Təbrizdə Qeysəriyyə bazarı, bu da Həsən Padşahın tikdirdiyi bazardır və bu da 15-ci əsrdir. Ona görə də bizdə cavab olacaqdır 3-4. 19-cu əsrin sonlarında Bakıda hərbi vəziyyətin elan olunması ilə nəticələndi. Kəndlərin hərbi vergi adlanan əlavə mükəlləfiyyətə etiraz etmələri, biz belə bir üsyan görməmişik. Bu 1887-ci ildə baş verən hərbi mükəlləfiyyət idi. Yəni ki, vergi verməli idilər. Fəhlələrin ilk mütəşəkkil tətil keçirmələri, bəli, bunu biz deməli 75-90-cı illər yadınıza gəlirsə, fəhlələr hansı ki biz qeyd etdik, həm Bakıda, həm Nuxada, həm də Gədəbəydə üsyanlar var idi. Onu qeyd eləyə bilərik burada. Daşnaqlar tərəfindən müsəlmanlara qarşı milli qırğın törədilməsi, bu 1905-ci il, ərzaq məhsullarının süni şəkildə bahalaşdırılmasına qarşı qadınların çıxışı, bu 1-ci Dünya müharibəsi illərində 1916-cı ildə olub. 1-ci Burjua Demokratik İnqilabının baş verməsi, bu da 1905-1907-ci illərdə. Burada da cavabımız olacaq B variantı. Afinada drakon qanunlarının qəbul edilməsində məqsəd xalq yığıncağını ali hakimiyyət orqanına çevirmək, xeyr, drakon aristokratların tərəfini saxlayıb. Kəndlilərin borclarını ləğv etmək, bu Solonun işidir. Aristokratların həyatını və əmlakını qorumaq, bəli, drakon sırf aristokratlara xeyir eləyən bir qərar vermişdir. Hər bir vətəndaşın dövlət idarəçiliyində vəzifə tutmasına imkan yaratmaq, bu Periklın dövründə olacaq. Yadellilərin Afinaya gəlməsinin qarşısını almaq, belə bir qanun onlarda verilməmişdir. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Monqol canişinlərin yeri feodalları sıxışdırması, bəndlərin başçılığı ilə əhalinin üsyana qalxması, əslində Monqol canişinlərinə qarşı üsyanların baş verməsi başqadır. Bəndlərin başçılığı ilə üsyan isə bu sırf Xərəzm şahlara aid olan bir üsyandır. Ona görə bir variantı səhvdir. Bir olanları silirik. Teymuri hökmdarı Şahruğun ölümü, Teymurilərin Sərdurud döyüşündə məğlub olması. Biz yenə bu cavabı götürə bilmərik. Çünki niyə götürə bilmirik? Səhvdir. Şəcəri Şeyx Üveysin Təbrizə ələ keçirməsi, Hülakülər dövlətinin süquta uğradılması, xeyr, Təbrizi ələ keçirməklə paytaxtı ələ keçirəcək və bu olub 1359-cu ildə, 1367-ci ildə Şirvanı tabe etməklə Azərbaycanı bütöv tabe etmiş olacaq. Yəni bu da səhvdir. Qaraqoyunlu dövlətinin yaranması, Oğuzların Azərbaycana siyasi hakimiyyətinin yenidən bərqərar olması, bəli, bu düzdür. Toxtamışın Buxara və Səmərqəndə hücumu, Əmir Teymurun Azərbaycanı tərk etməsi, bəli, o hücum eşitdiyi zaman geri dönüş eləyəcəkdir. Burada da cavabımız olacaqdır bizim, deməli, A variantı 4-5. Qazan xan tərəfindən qadağan edilməmişdir. Kəndlilərin bir yerdən başqa yerə köçməsi, bu 1303-cü il qərarıdır, qadağan edilib. Vilayət hakimlərinin vergi yığılması işinə qarışması qadağan edilib.
Müsafirlərin rəiyyətin evində qalmaları qadağan edilib. Rabitə işçilərin yerli əhalidən vəsait alması qadağan edilib. Monqol qoşununda xidmət edilən torpaq sahəsinin verilməsi deyilən biz bilirik ki, bayraq torpaqlar var idi. Belə bir qanun verilməmişdir. Ludviqin xristianlığı qəbul etməsi, Qalliya üzərində öz hakimiyyətini möhkəmləndirməsi, Frank krallığının əsası qoyulması bu artıq əvvəl olan bir hadisə olduğuna görə biz A variantını götürə bilmirik. Çünki xristianlığı sonra qəbul edəcək. Roma imperiyasından sonra Qərbi Avropanı ilk dəfə birləşdirməsi o bunu arzulayırdı, amma həyata keçirə bilmir. Roma papasının Ludvigi imperator yönətməsi bu xeyli böyük Karla aiddir. Avropada Roma-German mədəni birliyinin meydana gəlməsinə şərait yarandı. Bəli, ilk dəfə Roma-German mədəniyyəti burada inkişaf edəcək Ludvigin dövründə. Kapetinglər sülaləsinin nüfuzu daha artması, Kapetinglər də Fransaya aiddir, ona görə götürə bilmərik. Həmişə tədbirli addımları ilə fərqlənən Şirvan hökmdarı Qaraqoyunluların siyasi gücünü düzgün qiymətləndirməmişdi. O əvvəlcə Sultan Əhmədi müdafiə etdi. Bu məqsədlə Təbriz yaxınlığındakı döyüş ərəfəsində oğlu Kəmaişi onun köməyinə göndərmişdi. Sonra isə Qara Yusifin barışıq və itaət təklifini rədd etmişdi. Şirvanşah 1. İbrahimin mətnində bəhs olunan burada deməli əsasən xarici siyasət sözünə diqqət eləyəcəyik. Bir də nəticə. Nəticə nə olmuşdu? Təbriz yaxınında Qara Yusif Sultan Əhmədə məğlub oldu deyəriksə, bu səhvdir. Əslində Sultan Əhməd məğlub olacaqdır. Şirvanşahlar dövləti Qaraqoyunluların hücumuna məruz qaldı. Bəli, sırf o acığı çıxmaqdan ötürü hücum edəcəklər. Bu 1412-ci ildə Kür döyüşü ilə nəticələnəcək ki, hansı ki Gürcü hökmdarı və Şirvanşah 1. İbrahim də burada əsir düşəcək. Şirvanşah 1. İbrahim öz dövlətinin müstəqilliyini qorudu, xeyl qoruya bilmədi, asılı hala düşəcəklər. Məziyyədlilər sülaləsinin hakimiyyəti daha da zəiflədi, həmin dövrdə artıq dərbəndilər idi. Qara Yusif və 1. İbrahim arasında Alaşkert döyüşü baş verdi. Alaşkert döyüşü Teymurilərlə Qaraqoyunlular arasında idi. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, bizdən ərəbləri, monqolların, Teymurilərin həm oxşarlıqlarını, həm fərqliliklərini istəyirlər. Terek çayı sahilində qələbə qazanılması bu Teymurilərdədir. Bunu anı bura götürür. Cənubi Çinin ələ keçirilməsi cənubi deyildi. Bunu monqollarda ümumi götürə bilərik amma. Yəni bu kimi götürə bilərik. Çünki əgər biz Xubilayın dövrünü götürsək, bəli, onlarda var idi Cənubi Çinin ələ keçirməsi. Mərkəzi Asiyanın işğal olunması deyəriksə, bu hər üçünə aiddir. Sonra Sasani dövlətinin süquta uğradılması bu ərəblərdir. Hindistana hərbi yürüşün təşkil edilməsi, bu isə deməli Hindistan monqolların oxşarlığı olacaqdır. Amma sadəcə hərbi yürüş dediyinə görə bir dənə 3-ə götürəcəyik. 3-ə Y olan variantlara biz baxacağıq. Deməli 4-də C, Y. Amma ərəblərin də Hindistana yürüşü var, monqolların da var. Bəli, bunu oxşar götürəcəyik. Ona görə bunu diqqət edirik. Yəni Y-ni yazacağıq hara? C-nin yanına. Deməli, 4-də C, Y olan variantda bizə bir dənədir. Bu da buradadır. Kaştaritinin rəhbərlik etdiyi müstəqillik uğrunda hərəkatın baş verməsinə təsir göstərmişdir. Kaştariti bilik Midiya hökmdarıdır. Müstəqillik uğrunda hərəkat isə onlarda eradan əvvəl 673-cü ildə baş vermişdir. Midiya qoşunlarının Uauş döyüşündə qələbə qazanması, Uauşu biz sadəcə Mannaya aid edirik. Urartu hökmdarının xalq hərəkatını himayə etməsi belə bir söz yoxdur bizim dərsliyimizdə. Asuriya hökmdarı 2. Sarqonun üsyançılarla vuruşmada həlak olması, bu da bizdə yoxdur. Əhali arasında Zərdüştlük dininin sürətlə yayılması, bunun heç bir hərəkata aidiyyəti yoxdur. Asurların Manna dövləti və İskit şahlığının qoşunlarına məğlub olması, bəli, bu bilirik ki, Aşerin dövründə baş verən bir hərəkat idi. Düzgün cavab burada olacaqdır, Y. Verilən hər üç xüsusiyyətin aid olduğu ərazini müasir xəritədə müəyyən edin. Ərəblər tərəfindən Veskotların məğlubiyyətə uğradılması, Böyük Karlın hərbi yürüşünə məruz qalması, Araqon və Kastiliya krallıqlarının vahid dövlətdə birləşdirilməsi ilə Araqon və Kastiliya krallığı adından görsəndiyi kimi bizi İspaniya aparıb çıxardıq. Cavabımız bizdə olacaqdır D variantı. 20-ci əsrin əvvəlində Şimali Azərbaycanda dövlət kəndlilərinə aiddir. Dövlət kəndlilərin bir yerdən başqa yerə köçmək hüququ ləğv edildi. Tam əksinə biz 20-ci əsrin əvvəli deyirsə,
burada tam başqa bir qanunlar görəcəyik. Kəndlilərin nəsli istifadəsinə verilən torpaq sahələri dəqiqləşdirildi. Bəli, bu 1900-cü illər qərarı idi. Dövlət kəndləri xüsusi torpaq mülkiyyətinə çevrildi deyilən belə bir qayda yox idi. Bu, yəni verilməmişdi həmin 1900-cü illər qərarlarında. Ona görə 1-3 gedir və kəndlilərin çəmən, otlaq və meşələrdən pay ayrıldı. Bəli, bu bizim düzgün cavabımız idi ki, biz bunu götürməli idik. Aha, davam edirik. İkinci Göytürk və Uyğur xaqanlarının süqutunun əsas səbəbləri. Deməli, hər iki dövlət bilirsiniz ki, digər tayfaların onlara hücum etməsi nəticəsində yaranmış dövlətlər idi. Bu, tabe edilmiş türk tayfalarının üsyan qaldırması idi. Bəli, bir cavabımız buydu. Hakimiyyət uğrunda mübarizələrin baş verməsi, biz ikinci Göytürkdə bunu görürük, amma Uyğurlarda bunu tam görmürük. Çinlilərlə uzun sürən müharibələrin aparılması, biz bunu Uyğurlarda daha çox görürük, amma Göytürklərdə rastlaşmırıq. Buna amma belə deyək, dini pərəkəndini hökm sürməsi, bəli, burada cavab olacaqdır bizdə. Deməli, 1-2 keçək deməli 54-cü sualımıza. İkinci Göytürk və Uyğur xaqanlarının süqutunun əsas səbəbləri. Tabe edilmiş türk tayfalarının üsyan qaldırması, bəli, həmin ərazilərdə üsyan qaldırılır deyən dövlətlər dağılırdı əsasən. Bu bizim bir oxşarlığımız, bizdən çünki oxşarlığı istəyir. Süqutunun əsas səbəbləri oxşar olmalıdır. Hakimiyyət uğrunda mübarizələrin baş verməsi, bəli, həmin dövrdə də hakimiyyət uğrunda mübarizələr baş verdi. Çinlilərlə uzun sürən müharibələrin aparılması, biz bunu yəni süqut yox, bu adi belə deyək ki, adi həyatları idi, götürə bilməzdik. Dini pərəkəndəlik Uyğurlardaydı daha çox. Ona görə aid edə bilmirik, oxşarlıq deyil. Erkən Tunç dövründə əkinçiliyin inkişafının səbəbləri. İbtidai insanların oturaq həyata keçməsi, əslində biz erkən Tuncda oturaq yox, köçəri həyat tərzinə rast gəlirik. Torpağın toxa ilə şumlanması yox, xış ilə şumlanmasını görürük. Şumlama zamanı qoşqu heyvanlarından istifadə, bəli, hətta yeniliklərlə biz qoşqu heyvanların içərisinə öküzü də əlavə etmişik. Süni suvarma sistemi yaranması, bəli, bizdə cavab olacaq deməli nə? 3, 4. Burada yuxarıda da 1, 2, burada isə 2, 4 idi. Aha, xronoloji ardıcılığı müəyyən edin. Xələtlər sülaləsinin hakimiyyətə gəlməsi, bu olacaqdır 1290-cı illər. Papa 3-cü Orbanın Klermonda çıxış etməsi, bu 1095. Aha, Əmir Teymurun Dehli Sultanlığı hərbi yürüyüşü, bu 1398. Böyük Səlcuq İmperiyasının süquta uğraması, bu da olacaq 1157. Deməli, bizdə cavab olacaq burada 2, 4, 1, 3. Uyğunluğu müəyyən edin. Qızıl Arslan, Şirvanşah, 2-ci Axistan, Qazanxan. Yerli oturaq feodal əyanlarının himayə olunması, bu Qazanxanın siyasətinə aid idi. Ona görə biz burada A-nı yazacağıq. Hülakilərin vassalı kimi hakimiyyətini qoruması, biz deməli burada B-ni götürəcəyik 2-yə, Şirvanşahlara, bəli, çünki onlardan asılı idi. Aha, İraq Səlcuq Sultan 3-cü Toğrulun məğlubiyyətə uğradılması, bu Qızıl Arslanın devrindədir. C burada. Xəlifənin razılığı ilə özünü sultan elan etməsi, bu da yeni Qızıl Arslanın dövründədir. Yam adlanan rabitə dayanacaqların təşkil edilməsi, bu da Qazanxandadır. Deməli, 1-ə C, D, 2-yə B, 3-ə də A, Y. Son olaraq əlaqə nömrəmizi xatırladım. 070 235 1325 nömrəsi ilə əlaqə saxlayaraq dərslər barədə məlumat əldə edə bilərsiniz.